Neçə yaşın var sənin? 33. 33 yaşın Bəli. var. Ailəlisən Olacaq mi? 33. Ayrılmışam, bir dənə oğlum var. Oğlun var. Neçə Bəli. yaş var oğlunun? Avqustda 3 olacaq inşallah. 3 yaşa. Ay Allah saxlasın. Sizin də Adı bağlarınız. nədir? Ömür. Ömür. Bəli. Ömrü gözəl olsun. Sizin də inşallah. Demək, sən bir dəfə, indi mənə məlumat verirlər sənin haqqında, düzü. Amma sən illərlə övladın olmayıb sənin. Bəli, 13 ildən sonra övladım olub. Mən 2 dəfə ailəli olmuşam Zahir. Birinci ailəmdə övladım olmadı. Biraz da nə bilim yaşım da az idi. İndiki kimi həyat təcrübəm də yox idi. Qoruyub saxlaya bilmədim ailəmi. Ayrıldı. Bu yaxınlarda Yusuf müəllimə bu mövzu haqqında danışırdıq. Gözəl dedi, qoruyub saxlaya bilmədi. Çünki ailəni saxlayan daha çox xanım olur, hə Yusuf müəllim? Bəli. Kişi Yani bir daha sözümde kişi de gerek hanımı yaşatmağı bacarsın. Bəli, tutar, qoruyar. qorumaq üçün dəstək olur. Korumağı bacarsın. Bəli, hanıma gerek elə bir evde şərait yaradasan ki, hanım səndən naraz qalmasın. Vallahi elə hamının kızı da var, oğul da var. Bəli. Baxırsan, əsas odur ki, hanımın düşdüyü yer olmalıdır. Düz. Sənin də qızın hardasa bir gəlindir. Məsələn, bu da kiminsə qızıdır. Gəlibsə sənin evə, gəlin gəlibsə, sən onu özünə bala bilməlisən, övlad bilməlisən. Onda hər şey yaxşı olar. Neçə uşaqsınız evdə? Biz 4 bacı idik. Bir bacım rəhmətə gedib. 29 Allah rəhmət yaşında. Çox sağ olun. Ölməyinizə Neçə rəhmət. yaşında? 29 yaşında. Niyə? Xəstə idi uşaqlıqda. Eşitmədim səni. Xəstə idi uşaqlıqda. Uşaqlıqdan xəstə idi. Allah rəhmət eləsin. Bu haqqda tamaşaçılar bilirlərmi? Məncə yox, elə efirlərdə danışmamışam çox. Danışmamısın. 23 yaşında dedin dünən. 29 yaşında. 29 yaşında. Bəli. Neçə il bundan öncə olub? Hardasa 13 il. 13 il bundan öncə. Balacaydı səninlə, yoxsa böyükdü? Mən evin ilk uşağı olub. O vaxt xəstə doğulub. Bir zamanlar mənim atamın çox normal, yaxşı imkanı olub. Ona həkimlər deyibdi ki, bu uşaq yaşamayacaq da, yəni boşuna mücadilə eləmə. O vaxt da təbii ki, tibb bu qədər inkişaf eləməyib. Papam deyib, yox, nə danışırsınız, mən uşağımı yaşadacağım. Maşını satıb, evini satıb, hər yerə aparıb onu. Atam deyir ki, yəni o cür imkandan elə bir vəziyyətə düşdüm ki, artıq yəni də hər işə gedirdim də bu müalicəsini davam eləmək üçün. Amma yaşadıb da 29 il yaşatdı, amma təbii ki, əqli cəhətdən var idi, qüsurları var idi. Rahat danışa bilmirdi. Yox, danışırdı, hər şey yaxşı idi, amma yəni beyin bizim qədər inkişaf eləməmişdi də, belə Uşaq deyim. kimi yalnız. Hə, biraz, hə də, məhdudiyyətləri fiziki var. məhdudiyyət bilirsiniz, yaşından çox arıq idi.